Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilər. Mən Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət və İctimai Birliyinin Ucar rayon təşkilatının sədri Məmmədov İlkin. Bildiyiniz kimi bugün 1 iyun Beynəlxalq Uşaqlar Günüdür. Mən də bir ictimai nəzarətçi olaraq uşaqlarımızı təbrik edirəm. Başda şəhid qazi övladları olmaqla bütün uşaqları bugün münasibəti ilə təbrik edirəm. Və bu çəkilişin vasitəsilə mən Ucar rayonunda olan bir acınacaqlı məsələyə toxunmaq istəyirəm. Əvvəla bunu deyim ki, bir neçə gündür sosial şəbəkələrdə gündəmi zəbt edən məsələlər var. Deməli, millət vəkili, jurnalist, daha doğrusu jurnalistlər bu haqda danışırlar ki, niyə görə uşaq pulu istəyirsiniz? Hətta belə deyərdim ki, bir jurnalistimizə kişiləri təhqir eləyir bu uşaq pulu istəməklə bağlı. Mən sizdən uşaq pulu istəmirəm. Əsas da Mir Şahin televiziya rəhbəridir, Real TV'nin rəhbəridir. Mən Mir Şahini Ucar rayonuna dəvət edirəm. Götürsün öz komandasını, öz çəkilişləri ilə gəlsinlər bax bu Ucar rayonuna. Yəni burada olan mövcud problemi ictimailəşdirsinlər. Bu həqiqətən ciddi bir problemdir. Bugün Ucar rayonunda Ucar uşaqlarının, yəni bu gəncləri əylənməsindən ötürü heç bir şərait yoxdur. Bax, gördüyünüz kimi mən hal-hazırda Ucar rayonu Heydər Əliyev mərkəzindəyəm və bu mərkəzin yanında uşaqların əylənməsi üçün olan belə bir yer var idi. Mən də bunu yaxından çəkib göstərəcəm sizə. Deməli, diqqətlə baxın, hörmətli jurnalistlər, Mir Şahin Ağayev, əsas da mən sizi deyib bu çəkiliş eləyirəm. Sizi Ucar rayonuna dəvət edirəm. Bir ictimai nəzarətçi olaraq Cənab Prezident İlham Əliyevin çağırışlarına qoşularaq könüllü, təmənnasız Ucar rayonunda ictimai nəzarəti həyata keçirdən bir insan kimi sizi mən Ucar rayonuna dəvət edirəm. Və sizə xəbər verirəm. Sizə siqnal verirəm. Rəhbəri olduğunuz televiziyada bax bu Ucar rayonundakı olan mövcud problemi çəkib göstərə bilərsiniz. Burada gəlib insanlardan müsahibələr ala bilərsiniz. Yəni mən yalan danışmıram, mən real olan məsələni göstərirəm. Bugün Beynəlxalq Uşaqlar Günündə biz Ucar sakinləri olaraq öz övladlarımızı əyləndirmək üçün Ucar rayonunda elə bir yer tapırıq ki, aparaq uşaqlar orada əylənsinlər. Ucar rayonunda olan mövcud, yəni yeganə bir yerdir ki, buradan başqa rayonun heç bir yerində uşaqların əylənməsi üçün heç bir atraksiyon və bir park yoxdur. Burada da gördüyünüz kimi həmin bax bu atraksiyon olan ərazi görürsünüz ki, hansı vəziyyətdədir. Baxın, burada dağılıb, sökülüb, artıq burada çoxdandır ki, bir neçə ildir ki, bura fəaliyyət göstərmir. Görürsünüz nə vəziyyətdədir. Burada belə skameykalar qoyulublar. İstədim ki, oturam. Görürsünüz burada hansı vəziyyətdədir. Sınıb, sökülür, dağılıb, tökülür. Budur, Ucar rayonunda uşaqlara qoyulan dəyər, qiymət, hörmət. Uşaqlar bizim gələcəyimizdir. Bizim deyəndə biz öz şəxsimizdən söhbət eləmirik. Biz dövlətimizdən söhbət edirik. Bu uşaqlar böyüyəcək. Hər biri bu dövlətdə layiqli bir vətəndaş olacaq inşallah. Dövlətimizə xidmət edəcək. Dövlətimizin inkişafından ötürü işlər görəcəklər. Həmin bu uşaqları bax bu vəziyyətdə böyütmək biraz çətin məsələdir. Biz bugün rayon sakinləri olaraq uşaqlarımızın əylənməsindən ötürü bax bu rayonda yer tapırıq ki, aparaq uşaqlar orada əylənsinlər. Məcbur olur valideynlər, imkanı olan insanlar və yaxud da ki, belə bir şeydir ki, imkana baxmır. Çünki ildə bir dəfə uşaqların bayramıdır. Nə qədər imkansız da olsan, çalışırsan ki, aparıb uşağın könlünü xoş eləyəsən. Ona görə də rayon sakinləri
digər rayonlara üz tuturlar. Bizdən qonşuluqda olan Göyçay rayonu var. Həmin o rayonda yetəri qədər parklar da var. Uşaqların əylənməsi üçün atraksiyonlar da var. Uşaqlar oraya gedəndə özlərin çox xoşbəxt hiss edirlər. Həqiqətən, yəni çünki bizim rayonda bizim uşaqlarımız, üzr istəyirəm, yəni bu şəraiti görməyiblər. Bizim övladlarımızın gördüyü şərait budur. Bax, budur ki, buradakı işləmir. Mən ona görə də bu çəkilişin vasitəsilə bütün jurnalistləri, televiziya kanalların hamısını Ucar rayonuna dəvət edirəm. Əgər siz şərəflə, ləyaqətlə bu dövlətə xidmət edirsinizsə, gəlin, bax, bu rayonda olan həmin bu problemləri ictimailəşdirin, göstərin. Biz də ictimailəşdiririk, biz də göstəririk könüllü ictimai nəzarətçi olaraq. Ola bilər ki, bizim səsimiz çox yuxarılara çatmaz, amma siz televiziya rəhbərlərisiniz, siz jurnalistlərsiniz, sizin elədiyiniz çəkilişlər, sizin göstərdikləriniz yəqin ki, adəti üzrə yerlərə gedib çatar. Ona görə mən sizdən xahiş edirəm, bax, gələsiniz bizim bu rayonumuzda bu işlərlə məşğul olasınız. Rayonda problemlər sayısız hesabsızdır. Biz zaman-zaman o problemlər haqqında çəkilişlər edirik, göstəririk, ictimaiyyətə çatdırırıq, adəti üzrə qurumlara çatdırırıq. Amma bugün 1 iyun Beynəlxalq Uşaqlar Günü olduğuna görə mən istədim ki, gəlin buradan çəkiliş edeyim. Bu çox vacib bir məsələdir. Bugün yenə deyirəm, uşaqlarımızın gələcəyindən ötürü bu işlər mütləq görülməlidir. Uşaqlar təhlükəsiz mühitdə böyüməlidirlər. Biz cəmiyyət olaraq uşaqların gələcəyindən ötürü əlimizdən gələnləri eləməliyik və ona görə ki, hər biri övladımız, balalarımız böyüsünlər, dövlətimizə, vətənimizə layiqli insan olsunlar. Bir daha mən bu çəkilişin vasitəsilə xahiş edirəm, adəti üzrə qurumlardan kimlər bizim səsimizi eşidirlərsə, bax, bu Ucar rayonunda bu uşaqların gələcəyindən ötürü işlər görülsün, bu problemlər öz həllini tapsın. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.